Bismillah, ərəb əlifbası dərslərimizə davam edirik. Mim hərfi. Bir neçə cür yazılışını görə bilərsiniz. İndi sizə göstərəcəyim üsul saat əqrəbi istiqamətində deyil, onun əksinə. Fə və qafda biz dairəni çəkərkən, baş hissəsini yazarkən saat əqrəbi istiqamətində yazırdıq. Bir daha göstərirəm. Saat əqrəbə diqqət edin. Saat əqrəb istiqamətində. Mimdə isə saat əqrəb istiqamətində deyil, əks. Bu cür. Və söz tərkibində yazılışı. Əvvəl, ortada yazarkən diqqət edin. Geri qaydırıq birləşməsini yazmaq üçün. Sonda da bir daha göstərirəm. Əvvəl, orta, üzərindən bir daha qaydırıq ki, qələmi dəftərdən çəkmək. Və son. Nun hərfi. Sətrə görə bu hərflər bu cür olur. Nun əvvəldə artıq sətirlə bərabərləşir. Sanki BTF kimi nöqtə üzərində. Ortada bu cür. Sonunda isə bütün hərflər olduğu kimi qalır. Vav hərfi. Xatırlayırsınızsa demişdik ki, bəzi hərflər özündən sonra birləşmir. Əlif, dəl, zəl, ra, zə və vav hərfi. Vav hərfi Azərbaycan dilindəki vavdan fərqlənir. Azərbaycan dilində olan vavı tələffüz edərkən diqqət edin, tələffüz edin, yoxlayın. Ön dişlər, yuxarı ön dişlər alt dodağın yaş hissəsinə toxundurulur. V, əv, vav. Amma ərəb dilində olan vavda dodaqlar önə doğru uzadılır və dişlər dodağa toxunmur. Vav, bu cür. Vav, əv. Əvvəl, orta, son forması. Əvvəldə özündən sonra birləşmir. Ortada hər iki tərəfi ilə birləşməlidir. Yalnız özündən əvvəl birləşdi. Sonunda bütün hərflər olduğu kimi qalır. Sətrə görə bu cür olacaq. Növbət hərfimiz hə hərfidir. Biz bundan öncə bir hə hərfini keçmişdik. O boğazın ortasından tələffüz olunurdu. Bu isə boğazın əvvəlindən və yaxud da belə deyək, səs birbaşa gəlir və heç bir boğaza, dilə, dodağa vurğu etmədən tələffüz edirik. İndiki bu hərf, hənin tələffüzü bu cürdür. Hə, hə. Amma öncədən keçdiyimiz hə, hə. Əvvəl, orta, son. Sanki dəl hərfi yazılmış kimi yazırıq. Daha sonra geri qayıdıb, bax, bunun divarına toxundurularaq qaydırıq. Ortada bu cür. Sonda bu cür. Ola bilər ki, özündən əvvələ birləşməsin. O zaman da bu cür olacaq. Misal üçün, yəni hədən öncə ra olsa, birləşməyə ehtiyacı olmadığı üçün bu cür yazılacaq. Y hərfi. Sətrə görə bu cür olur. Əvvəldə BTF kimi sətirlə bərabərləşir. Y əvvəldə, ortada. Sonda isə bütün hərflər olduğu kimi qalır. Bir də belə bir hərf keçək, həmzə.
əlifba kitablarında, giriş kitablarında biz əliflə həmzənin eyni olduğunu görürük. Əslində əliflə həmzə fərqlidir. Əlif hərəkətsiz olur, üzərinə heç bir işarə qoyulmur və funksiyası uzatmadır. Fəthəni, əl səsini uzatmaq üçün istifadə olunur. Məd hərflərini, uzatma hərflərini keçəcəyik. Həmzə isə bir hərfdir və özünün də bir səsi yoxdur. Ancaq üzərindəki və yaxud da altındakı hərəkətləri tələffüz etmək üçün istifadə olunur. Həmzə və kiçik bu cür yazılır, həmzə. Biz bu həmzəni və həmzə. Özünə məxsus bir səsi yoxdur. Təcvid keçərkən inşallah bunun səbəbini öyrənəcəyik. Çünki burada həm hava və həm səs kəsildiyi üçün bir səs məxrəc olunmur. Bunun işi hərəkələri səsləndirmək üçün yardımcı olmaqdır və yazılışı. Yazılışı bəzən gördüyünüz bu şəkildə sərbəst formada ola bilər. Bəzən isə məd hərflərinin üzərində ola bilər. Yəni əlifin bəzən sərbəst formada yazıla bilər. Bəzən əlifin, bəzən vavun, bəzən yənin üzərinə yazıla bilər. Yə o zaman nöqtəsiz olur. Və bəzən də söz tərkibində bu cür görə bilərsiniz. Bax bu cür. Bu əslində yə nöqtəsiz olar dedik axı. Ondan dolayı yənin nöqtəsiz formasıdır bu. Həmzə sərbəst şəkildə və məd hərflərinin üzərində gələ bilər. Əlif, vav, yənin. Və bu zaman nə həmzə özü, nə də onun altındakı bu dayaq hərf oxunmur. Yalnız və yalnız hərəkə oxunur. Yalnız və yalnız hərəkəni oxuyacaq. Yəni, bu bu u, bu isə i deyə tələffüz olunacaq. Əlavə olaraq belə bir şey deyəcək. Təmərbutə deyə bir hərf var. Bu nədir? Bu ancaq sözlərin sonunda yazılır. Əvvəl ortada gəlmir. Bağlı tə deməkdir. Yəni, bu gördüyünüz tə. Bu tədən fərqli olaraq sanki burun bağlanmış, bükülmüş forması. Bu təmərbutə bildiyiniz hə hərfidir. Üzərinə 2 nöqtə qoyularaq tələffüz olunur. Və bunun oxunuş formasında da olan fərqliyi nədir? Sonda gəlir və Quran-Kərim oxuyarkən və yaxud da ərəb dilində belə bir qayda var ki, sonda hərəkələr tələffüz olunmur. Dayanırsansa hərəkələr tələffüz olunmur. Əgər bunu hərəkəli olaraq oxuyacaqsansa, yəni sözün sonunda gəlir və davam edəcəksən, dayanmayacaqsansa, bu t kimi oxunacaq. Yox, əgər dayanacaqsansa, hərəkəsi oxunmamaqla yanaşı, sanki nöqtələr düşürmüş kimi bunu təmərbutənin hə kimi tələffüz edəcəyik. Keçdiyimiz hərflər dair nümunə yazaq. Məktəbətun, mim əvvəldə, kəf ortada, tə ortada, bə ortada və sondakı t təmərbutədir. Yeni keçdiyimiz tədir, təmərbutədir və bu cür. Məktəbətun. Gördüyünüzdə tənvindir. Keçəcək inşallah. Şəqqatun. Şəqqatun. Qaf hərfi şəddəlidir. Şəqqatun. Dərracətun. Dərracətun. Əlifin məd olmasına dair nümunə yazaq. Əslində burada əlif var idi. Dərracətun. Kitəbun. Kitəbun. İlmun. İlmun. Yədun. Yədun. İlmiyun. İlmiyun. İlmiyun.